Efirde 61 verilişidir. Bugün ilin finalında oynayanlar. Verilişimizde 2400 manat kazanmış Bakıdan jurnalist Orxan Cəlilov. Finala 3970 manat kazancla çıkmış hüquqşünas Rüfət Abdullah. Bu il verilişimizde en çok pul kazanmağa müvəffəq olan 4077 manat artıq cibine koymuş mühendis Cavid Bədəlbəyli. Oyunun aparıcısı Leyla Quliyevanı salamlayaq. Akşamınız xeyir olsun əziz tamaşaçılarımız ve çok hürmetli bütün mövsüm boyunca bizden ayrılmayan auditoriya ASTV kanalına. Elbette ki 61 verilişinin en ehemmiyetli verilişine, finala hoş gelmişsiniz. Bizim esas tərəfdaşımız Azərbaycan Respublikasının Təhsil Nazirliyidir. Bu oyundaki bütün pul mükafatlarını ülkemizin aparıcı banklarından biri Unibank ödeyir. Bizim daha bir partnerimiz birazdan qalibe avtomobil təqdim eləyəcək Mazda Avtomobil Mərkəzidir. Elbette ki bugün finaldır, buna baxmayaraq qaydalarımız dəyişilməyib. Biz yenə də oyuncularımıza cavab deyəcəyik, onlar isə bizə düzgün sualı ünvanlamalıdır. 2 raunddan sonra nəhayət bir final sualı olacaq, ümumilikdə isə bugün yenə də 61 sual oynanılacaq. Beləliklə, hörmətli oyuncular, sizə uğurlar arzulayıram və birinci raundun 6 mövzusu. Təhsil mövzusu. Marş irəli. Çeçe lüğətdə. Cavabda 2 Ç hərfi var. Atlı mövzu. Kraliçalar və çariçalar. Avtomobillər. Cavid, Rüfət və Orxan. Bir daha xoş gəlmişsiniz. Bilmirəm siz necə, biz bugünü çox gözlürdük. Yəqin ki siz bizdən daha çox. Çünki bugün həqiqətən də taleyiniz, bu verilişdəki taleyiniz həll olunacaq. Hər birinizə eyni şəkildə uğurlar arzulayıram, səbir və həm də ki biraz cəldlik. Beləliklə başlayırıq. Cavid, biz birinci raundu sizinlə başlayacağıq. Çox sağ olun, avtomobillər 30. 36-cı ildə İtalya'nın Mille Miglia, yani 1000 mil yarışında 13. yeri tutmuş Alfa Romeo avtomobilinin sahibi. Buyurun. Ferrari kimdir? Çox təəssüf, Rüfət. Cavid. Mussolini kimdir bəlkə? Tamamilə doğrudur. Avtomobillər 40. Yəqin ki, bu avtomobil şirkətinin təsisçisinin əcdadlarından biri nizəçi olmuşdur. Buyurun Orxan. Lancia nədir? Tamamilə doğrudur. Avtomobillər 50. İlk dəfə crash testdən keçirilmiş Sovet avtomobil markası. Buyurun Rüfət. Səhvimizə Moskviç nədir? Səhv eləmirsiniz, bu çox düzgün cavabdır. Krallar və çariçalar 50. Herodota əsasən Əhəməni hökmdarı Kirə sözün əsl mənasında qan udduran Massaget çariçası. Cavid. Tomris kimdir? Tamamilə doğrudur. Ç40. Şənlik, musiqi səsi. Orxan. Çalçağır nədir? Tamamilə doğrudur. Çeçe lüğətdə 50. Bəli Orxan, bu sualı yalnız siz oynayacaqsınız və yalnız siz risk etdiyiniz məbləği təyin eləməlisiniz. Bilin ki, bizim raundun ən az 10, ən çox 50 və maksimal məbləğ sizin indi qazandığınıza qədər ola bilər. Nominal 50. 50 və diqqətli olun. Sual. Boş-boş danışan. Çərənçi nədir? Tamamilə doğrudur. Orxan, siz davam edirsiniz. Atlı mövzu 50. Gözəl atlar ölkəsi kimi tərcümə olunan və UNESCO Ümumdünya irsinə daxil olan Anadolu incisi. Buyurun Cavid. Kapadokya nədir? Tamamilə doğrudur. Atlı 40. Nikita Xruşovun Kraliçe 2. Yelizaveta'ya hədiyyə etdiyi zaman ləqəbli atın cinsi. Buyurun Rüfət.
Qarabağ atı nədir? Bravo. Krallar 40. 30 sabiq və indiki kraliçalarının 2011-ci ilin sentyabrında digər qadınlar ilə birlikdə səs vermə hüququ qazandıqları ölkə. Səudiyyə Ərəbistan nədir? Davam edirik. Kraliçalar və çariçalar 30. Qızıl Xoruz operasında Günəş haqqında ariya oxuyan çariçanın hökmranlıq etdiyi şəhər. Buyurun Orxan. Şamaxı nədir? Tamamilə doğrudur. Marş irəli 50. 1715-ci ildə Fransa kralı 14-cü Ludovikin dəfn mərasimi üçün matəm marşı yazan bəstəkar. Filidor kimdir? Marş irəli 40. Louis Armstrong'un mahnısında onlar marş eləyir. Rüfət? Müqəddəslər kimdir? When the Saints March. Və oxumayacağım. Oxumayın, amma düzgün cavab vermişsiniz. Təhsil mövzusu 50. 29 Avropa ölkəsinin təhsil nazirlərinin Avropa Ali Təhsil Məkanı bəyannaməsini imzaladığı şəhər. Buyurun Orxan. Bologna nədir? Tamamilə doğrudur. Orxan. Təhsil mövzusu 40. 1209-cu ildə Oksfordu tərk etmiş bir qrup alim tərəfindən yaradılmış elm və təhsil ocağı. Cavid. Cambridge nədir? Tamamilə doğrudur. Cavid. Təhsil 30. Qüvvət elmdədir, başqa cür heç kəsə üstünlük eləyə bilməz deyən şairimiz. Cavid. Nizami kimdir? Tamamilə haqlısınız. Atlı mövzu 30. Bu pedaqoqun şagirdləri elmi təcrübə üçün atın quyruğunu kəsmişdilər. Orxan. Cəbiş müəllim kimdir? Tamamilə doğru cavabdır. C lüğətdə 30. Uzun dəstəkli qaşıq. Rüfət. Kömçə nədir? Tamamilə doğrudur. Kraliçalar 20. Bu müharibə bitəndən sonra Kraliçə Vilhelmina Hollandiyaya qayıtdı. Orxan. İkinci Dünya müharibəsi nədir? Tamamilə doğrudur. Marş irəli 30. Dombrovskinin marşı və ya Dombrovskinin mazurkası dövlət himni olan ölkə. Orxan. Olsun. Polşa nədir? Olsunmu? Olsun. O zaman olsun. Əlbəttə ki, cavab məhz belədir. Davam edirik. Avtomobillər 20. Ekranda Almaniya Demokratik Respublikasının istehsalı olan avtomobili görürsünüz. Avtomobil ADR ilə birlikdə yox oldu. Buyurun Cavid. Trabant nədir? Tamamilə haqlısınız. Təhsil 20. Türk yazıcısı Rıfat İlgaz'ın ekranlaşdırılan və bizləri hələ də güldürən əsəri. Cavid. Hababam sınıfı nədir? Tamamilə doğrudur. Atlı 20. Emblemində şahmat adı təsvir olunan və 1924-cü ildə yaranan təşkilat. Buyurun Cavid. Fide nədir? Tamamilə doğrudur. Çeçe 20. Qərənfil. Cavid. Çiçək nədir? Əlbəttə çiçək nədir? Marş irəli 20. İnqilabçı matroslara sol marş şeirini ithaf etmiş müəllif. Sol, sol, sol. Orxan. Mayakovski kimdir? Tamamilə doğrudur. Orxan buyurun. Təhsil mövzusu 10. Bakı şəhəri Xətai prospekti 49 ünvanında yerləşən dövlət qurumu. Orxan. Təhsil Nazirliyi nədir? Əlbəttə ki, Təhsil Nazirliyindən söhbət gedir. Orxan buyurun. Marş irəli 10. Bu bəstəkarın məşhur toy marşı Şekspirin Yay axşamında yuxu pyesinə yazdığı musiqinin bir hissəsidir. Buyurun Cavid. Mendelssohn Bartoldi kimdir? Tamamilə doğrudur. Avtomobillər 10. Kubalılar Kiril əlifbasının bilmədiklərindən bu yük maşınını Kama 3 adlandırırdılar. Cavid. Kamaz nədir? Əlbəttə. Kraliçalar, çariçalar 10. Əfsanəyə görə Sezarın hüzuruna xalçaya bükülmüş halda gətirilən çəriçə. Orxan. Kleopatra kimdir? Bəli. Bu düzgün cavabdır. Atlı mövzu 10. 735,5 watt. Cavid. At gücü nədir? Bravo Cavid. Çeçe lüğətdə 10. Ən balaca barmaq. Cavid. Çəçələ barmağı. Əlbəttə.
Mən elə belə də gözləyirdim. Çox həyəcanlı, çox gərgin bir birinci raund. Hələ gör ikinci nə olacaq. Amma buna baxmayaraq birinci raundu Rüfət bitirdi 130 xalla. Cavid 320. Orxan 330 xalla. Hörmətli oyuncular, biraz da dincəlin. Özünüzü səfərbər eləyin. Birazdan ikinci raundda görüşəcəyik. İkinci raundda bizi yenə də ASTV efirində gözləyin. Kanalın efirindəyik. Bugün 61'in ən əhəmiyyətli oyunlarından biri və bəlkə də birincisidir. Çünki biz bugün böyük finaldayıq və məhz bugün Mazda avtomobilinə kimin sahib çıxacağını biləcəyik. İkinci raund oynayacağıq əlbəttə, amma ən güclülər dayanmışkən burada biraz da onlarla danışmaq fürsətini qaçırmaq istəməzdim. Orxan, rəqiblərinizə sizin yerinizi tutmağa pul hərisliyi mane oldu əslində. Sizcə sizə bugün qalib gəlməyə nə mane ola bilər? Yəqin ki, nətər ki, rəqiblərim hərisliyi mane olmuşdur. Yəqin mənim də hərisliyim mane ola bilər mənim qələbəmə. Amma biz sizə əlbəttə hamımız uğurlar arzulayırıq və heç nə sizə mane olmasın. Rüfət, uduzsaz buna ən çox kim sevinəcək, Rüfət? Sevinəcək. Yəqin ki, rəqiblərim sevinəcək. Bəs əgər uduzsaz, sizin bu məğlubiyyətə kim məyus olacaq? Yəqin ki, mən azarkeş eləyən həm tanıdığım, həm tanımadığım insanlar, amma yenə də yəqin ki, özüm. Çünki mən uduzuram. Uduzsam. Bu dəqiqə özünüzlə mübarizə aparırsınız. Bəli, çətindir. Yəni, kifayət qədər təcrübəli rəqiblərim var və hesab göstərir ki, hələlik mən udmuram. Amma ən azından biz sizi dəstəkləmək istəyirik və sizə biraz da güc qatmaq istəyirik. Cavid, Bəli. hələ ki ən çox xal toplamış iştirakçı məhsizsiniz. Ümumiyyətlə verilişimizin tarixində. Həyatda isə ən böyük qələbəniz nə olub? Bu sualı oyunun nəticəsi bilinəndən sonra cavab versəm məncə daha yaxşı olar. O zaman gözləyək məhz bugünkü verilişin sonunu. Hal-hazırda bizim oyuncularımız Rüfətin hesabında 130 xal, Cavidin 320, Orxanın isə 330 xalı var ki, əlbəttə bugün oyunun sonunda bu rəqəmlər mütləq şəkildə pul mükafatına çevriləcək. Həmin pul mükafatını isə oyuncularımıza Unibank ödəyəcək. Albalı Plus beynəlxalq kart olduğundan həm ölkəmizdə, həm də dünyanın hər yerində sizin ən sadiq dostunuz və ən yaxın sirdaşınızdır. Həm də depozit funksiyası olduğundan siz bu karta vəsait artırıb illik 6%-ə qədər gəlir əldə edə bilərsiniz. Ətraflı məlumat üçün 117 Unibank hər kəsin bankıdır. Hörmətli oyuncular, İkinci raunda keçirik. Artıq bilirsiniz ki, ikinci raundda 30 sual oynayacağıq yenə, amma bu dəfə sualların dəyəri 2 qat artacaq. Sizə uğurlar və ikinci raundun 6 mövzusu. Avropa muzeyləri. Məşhur nitqlər. Mən məşhur nitqləri deyirəm, siz isə onların müəlliflərini deyirsiniz. Samit fərqi. Biz sizdən 2 söz eşitmək istəyirik. Hansılar ki, bir-birindən bir samitlə fərqlənir. Bəstəkarlar, şəlalə, son mövzu. Rüfət, ən az xal sizə məxsus olduğu üçün elə siz seçim eləyəcəksiniz. Gəlin muzeylərdən başlayaq. Muzeylər 100. Başladıq, özü də necə? Rüfət, risk eləyəcəksiniz. Bu sual yalnız sizindir. Ya 20, ya 100, ya da sizin indi qazandığınız xala qədər risk eləyə bilərsiniz. Amma bilirsiniz ki, bu risk sizin hesabınızı ya artıra bilər, ya azalda bilər. Düz və ya səhv cavab olunduğu təqdirdə. Beləliklə, sizin risk məbləğiniz? Gəlin 100 oynayaq. Məmin alım. 100 oynayaq. Olsun, diqqət, sualı səsləndirirəm. Tam adı Gemald Galeri Altmeister, yəni köhnə ustaların qalereyası olan muzeyin yerləşdiyi şəhər.
Köhnə ustalan qalliyə. Səhv eləmirəmsə, Amsterdam nədir? Çox təəssüf, Rüfət. Dresden. Dresden nədir? Dresden. Oldu. 100 xal çıxıldı hesabınızda. Bunu Avropa biləsiniz. muzeyləri 80. Dahi Nizaminin Xəmsəsinin nadir əl yazmasının saxlandığı muzey. Kitab 1431-ci ildə Herat şəhərində Sultan Şahruh üçün yazılıb. Orxan? Victoria və Albert muzeyi nədir? Xeyr. Cavid? Milli Miniatür Kitablar Muzeyi nədir? Dövlət Miniatür Kitablar Muzeyi nədir? Xeyr. Yaxşı. Rüfət? Vatikan muzeyi nədir? Xeyr. Ermitaj nədir? Muzeylər 60. Yalnız bir gəmiyə həsr olunmuş Vasa Muzeyit muzeyinin yerləşdiyi şəhər. Cavid? Stockholm nədir? Tamamilə doğrudur. Samit fərqi 40. Üzü hamar, parlaq, ipək parça. Xəritələr toplusu. Rüfət? Atlas nədir və Atlaz nədir? Tamamilə doğrudur. Muzeylər 40. 1560-cı ildə Medici ailəsinin sifarişi ilə Giorgio Vasari tərəfindən tikilməyə başlanan muzey binası. Buyurun Cavid. Uffizi Qalereyası nədir? Tamamilə doğrudur. Bəstəkarlar 40. Dansavio təxəllüsü altında bir ovuc dollar üçün westernə musiqi yazmış İtalyan bəstəkarı. Cavid? Olsun. Ennio Morricone kimdir? Olsun. Heç bir etirazım yoxdur. Son mövzu 40. Sonuncu qolunu o Pyotr Traxovskidən buraxdı. Cavid? Oliver Kahn kimdir? Tamamilə doğrudur. Son 60. Əsas hadisələrin Qarabağlar kəndində cərəyan etdiyi filmimiz. Rüfət? Axırıncı aşırım nədir? Bəli. Şəlalə 100. Dünyanın ən enli şəlaləsi olan Kxonun yerləşdiyi çay. Mekong nədir? Mekong. Davam edirik. Şəlalə 80. Pelin Woodhouse'un Aggi deyə çağırılan xanım personajının tam adı. Cavid? Niagaradır bəlkə. Niagara nədir? Bəli. Məşhur nitqlər 60. Moncada kazarmalarına hücuma görə məhkəmədə tarix mənə bəraət qazandıracaq demiş gənc hüquqşünas. Orxan? Che Guevara kimdir? Xeyr. Ay, Rüfət? Bu üzr istəyirəm. Bu Təəssüf. Fidel yaxşı. Okey, уже все. Heyif ki vaxtınız çıxdı. Fidel Castro kimdir? Son mövzu 80. Onlardan biri şeirində belə yazıb. Biz düşmənin üstünə səmadan düşüb külə dönəcəyik. Gül açmadan. Cavid. Kamikadze kimdir? Tamamilə doğrudur. Samit fərqi 60. Ananın bacısı. Meşədə ağacsız açıq sahə. Orxan? xala və tala. Tamamilə doğrudur. Məşhur nitqlər 100. 1940-cı ildə öz həmvətənlərinə ağır zəhmət, qan, tər və göz yaşları vəd eləyən siyasətçi. Buyurun Cavid. Winston Churchill kimdir? Tamamilə doğrudur. Son mövzu 100. İncilin son kəlamı. İnci. Amin nədir? Bəli Orxan. Bəstəkarlar 100. Orxan, günün fürsəti. Ya 20, ya 100, ya da indi qazandığınız 350 xala qədər risk eləyə bilərsiniz, ya itirə bilərsiniz, ya qazana bilərsiniz və bu sual yalnız sizə məxsusdur, sizinlə oynayacağıq. Yaxşı olardı ki, vabank elim, amma indi yəni səhv də cavab verə bilərəm. Olsun 100. 100. Bəli, nominal. Seçiminiz belədir, olsun 100 və diqqətli olun, sual. Mission Impossible filminə, Madagaskar cizgi filminə və Call of Duty kompüter oyununa musiqi yazmış bəstəkar.
Olsun Elton John kimdir? Yaxşı ki olmayıb. Hans Zimmer kimdir? Tamam, ya, o kadar yaşmıyım. Davam eləyək. Samit Fərqi 100. Şirinliyinə görə baladan geri qalan Mikail Müşfiqin hər gün yeni bir nəğmə yazmaq istədiyi yer. Buyurun Rüfət. Bal nədir, bağ nədir? Tamamilə doğrudur. Nitqlər 80. Söylədiyi Gettysburg nitqi məzarında həkk olunmuş Amerika Birləşmiş Ştatları prezidenti. Rüfət. Allah şükür. Bu Lincoln kimdir? Tamamilə doğrudur. Bəstəkarlar 80. Şərəfinə New Yorkda Birdland kafesi adlandırılmış görkəmli caz bəstəkarı və ifaçısı. Bird ləqəbli Charlie Parker kimdir? Şəlalə 60. Braziliya və Argentina sərhəddindəki Iguazu şəlaləsində hətta ay işığında belə görünən təbiət hadisəsi. Orxan? Anxel şəlaləsi nədir? Xeyr. Cavid? Göy uşağı nədir? Tamamilə doğrudur. Son mövzu 20. Fransada sonuncu dəfə 1977-ci ildə istifadə olunan edam aləti. Orxan? Gilətina nədir? Tamamilə doğrudur. Samit Fərqi 80. Ağacı kəsməzdi, sapı ağac olmasaydı. İti gəzintiyə çıxaranda boynuna salırlar. Orxan? Balta, xalta nədir? Tamamilə doğrudur Orxan. Bəstəkarlar 60. Rasim Ocaqovun bir çox filminə musiqi yazan bəstəkarımız. Siz nə görmək istəyirsiniz orada? Orxan? Rasim Ocaqov ən çox bildiyimə görə Emin Sabitoğlu'nu işləyib. Emin Sabitoğlu olsun. Siz çox gözəl bilirsiniz və düzgün bilirsiniz. Həqiqətən belədir. Ondan başqa bizim mən tanımırım. Məşhur nitqlər 40. 1856-cı ildə Moskvada nə qədər ki kəndlilər özlərini azad etməyiblər, onları azad etmək lazımdır demiş Rusiya imperatoru. Buyurun Orxan. 2-ci Aleksandr kimdir? Tamamilə doğrudur. Şəlalə 40. Vendam qəsəbəsindəki bu şəlaləyə getmək üçün 7 pilləkəni qalxmaq lazımdır. Cavid? Bu 7 gözəl şəlaləsi. Əlbəttə ki. Məşhur nitqlər 20. Özünün Filippiklər adlandırdığı məşhur nitqlərində Makedoniya çarı 2. Filippi işğalçılıq niyyətlərində ittiham eləyən qədim Yunan natiqi. Orxan? Demosfen kimdir? Əlbəttə. Avropa müzeyləri 20. Bu Madrid muzeyinin binası memar Juan de Villanueva tərəfindən tikilmiş klassik arxitektur abidəsidir. Cavid? Prada muzeyi nədir? Əlbəttə. Samit Fərqi 20. Aç toyuğun yuxusunda gördüyü narıncı ilə yaşın arasında olan. Rüfət? Darı nədir, sarı nədir? Əlbəttə. Şəlalə 20. Nə qədər təzadlı olsa da şeytan platosundan axan şəlalə belə adlanır. Orxan? Anxel şəlaləsi nədir? Əlbəttə. Bəstəkarlar 20. 69-cu ildə öz adına onu adına əlavə etmiş müğənni bəstəkar. Rüfət? John Lennon kimdir? Hörmətli oyuncular, inanın ki, həyəcanınız hamıya sirayət eləyib. Mən belə çox həyəcanlıyam bugün. Çünki ən güclülər dayanıb hal-hazırda bu kürsüdə və birazdan ən azı bu qədər də həyəcanlı final yaşayacağıq. İkinci raundu Rüfət 210, Orxan 430, Cavid isə 800 xalla yekunlaşdırdı. Gəlin biraz da əsəblərimizi cilovlayaq. Biliyimizi və səbrimizi səfərbər eləyək. Sizə uğurlar. Bilirsiniz ki, finalda yenə də risk eləməlisiniz. Və bu risk sizin bugünkü taleyinizi, kimin maşına sahib olacağını, kimin pula sahib olacağını həll eləyəcək. Biraz zamanınız varkən həm sakitləşin, həm risk məbləğini təyin eləyin. Mən isə sizə indi final mövzusunu söyləyəcəm. Qədim dillər. Siz risk məbləğini eləyin, biz isə hamılıqla indiki ilin ən həyəcanlı finalına hazırlaşaq.
61'in ən həyəcanlı oyununu müşahidə edirsiniz. Çünki bugün böyük finaldır. Və biz təxminən bir neçə saniyədən sonra biləcəyik ki, bu ilin qalibi kimdir? Kim buradan Mazda 3 ilə gedəcək? Hörmətli oyuncular, Cavid, Rüfət və Orxan. Əlbəttə ki, biz hamımız sizin əvəzinizə çox həyəcanlıyıq və sizi tam olaraq dəstəkləyirik. Az öncə söylədiyim kimi, siz biz reklama baxarkən bir məbləğlə risk etmişsiniz. Yəni, siz özünüz üçün o məbləği təyin etmişsiniz. Birazdan biz açıqlayacağıq həmin məbləği, amma mən bir də yadınıza salmaq istəyirəm ki, o məbləğ sizi ya bugünkü mükafata yaxınlaşdıra, ya da uzaqlaşdıra bilər. Əgər düz cavab versəniz, əlavə olunacaq, əks halda çıxılacaq. Cəmi bir mövzu və bir sual var. Mövzumuz qədim dillər, sualımız isə belədir. Hind-Avropa protodilində müdrik mənasını daşıyan söz. 30 saniyə sizindir. Vaxt bitdi, hörmətli oyuncular, və indi biz həmin o anları yaşayacağıq. Rüfət, sizdən başlayaq. Hələ ki, ən az xal toplamış oyuncu sizsiniz, bu raunda görə, bu finala görə. Çox həyəcanlı, çox təlaşlı görünürdünüz. Həyəcanlı deməzdim, təəssüf olsun ki, mənim fikrimcə göstərə biləcəyim oyunu göstərə bilmədim. Nə mane oldu sizə? Yəqin ki, reaksiyam daha zəif idi. Yəni ki, düyməni hər zaman vaxtında sıxa bilmirdim. İndi baxaq cavabınıza görəcəyik vəziyyət əslində hansı yerdədir. Cavabınızı görmək istəyirəm. Brahman? Brahman və yaxud əylə. Çox təəssüf eləyirəm, Rüfət. Bu səhv cavabdır. Ola bilər. Risk etdiyiniz məbləğdə varmı? Babank söyləmişsiniz. Və 0 xalla hələ ki yekunlaşdırırsınız. Orxan, Bəli. siz necəsiz? Gözləyirəm. Gəlib ən güclü üçlüyə düşmüsünüz məncə. Yaxşı olmalısınız. Görək də, düzgün cavabdan. Əgər cavabım düzgün olsa yaxşı olacam. Gəlin baxaq. Devanagari. Bəli. Qədim dildir də, yəni ona görə qədim dil. Belə fikirləşdim də, yəni. Çox təəssüf, Orxan. Budda da ola bilər. Budda da ola bilər. Orxan, risk etdiyiniz məbləğ 371 və Orxan bugünkü oyundan 59 xalla ayrılır. Cavid, Bəli. çox emosiyalı davrandınız. Bəli. Cavabınızı görüm. Əlbəttə bu düzgün cavabdır. Düzgündür? Bu düzgün cavabdır. Söhbət məhz Mazda'dan gedirdi. Mazda. Hörmətli oyuncularımız, hörmətli oyuncular, təşəkkür edirik. Çox sağ olun. Cavid, 861 xalla bugünkü finalın 61'in bu mövsümünün qalibi məhz sizsiniz. Çok sağ olun. Çok sağ olun, teşekkür ederim. Çok sağ olun. Amma buna baxmayaraq, hörmətli Cavid, Rüfət və Orxan, həqiqətən bugün siz hər biriniz, hər üçünüz qalibsiniz və bu albalı plus kartında siz bu kartını yaxşı tanırsınız məncə, artıq istifadə etmişsiniz, yararlanmışsınız. Bax, bu albalı plus kartında sizin hər üçünüzün topladığınız məbləğlər var. Və bugün onlar hər üçünüzə, Rüfət, hər üçünüzə Unibank tərəfindən hədiyyə olunur. Təşəkkürlər Unibank. Və əlbəttə, bugünün 61'in birinci mövsümünün qalibi Caviddir və onun yeri mərkəzdə olmalıdır.
Cavit, böyük qürurla və böyük sevinclə sıxıram əlinizi. Çünki hamı da gördü ki, bu çox halal, gözəl qazanılmış bir Çox sağ olun. qələbədir. Təşəkkür Bir daha alqışlar Cavid üçün. Çox sağ olun. Mən bir daha istəyirəm əsas tərəfdaşımız olan Azərbaycan Respublikasının Təhsil Nazirliyinə təşəkkürümü bildirim. Onlar olmasaydı bu layihə ərsəyə gəlməzdi. Böyük finalın qalibi və Mazda 3 avtomobilinin sahibi isə əlbəttə ki, Cavid Bədəlbəylidir. Cavid, bax bu məhz sizi Mazda'dan indi ayıran həmin o sehirli açardır. Buyurun təqdim edirəm sizə. Böyük qürurla və böyük həvəslə. Hörmətli sakinlər, əgər siz bugündən etibarən paytaxtda şütüyən yeni bir Mazda 3 avtomobili görsəniz, bilin ki, onun sükanı arxasında bax belə ağıllı, dərrakəli və geniş savadı olan bir insandır. Nəinki ekranda, həm də həyatda onu görün və ona öz ehtiramınızı, hörmətinizi mütləq bildirin. Təbrik edirəm Çox sağ sizi. olun efendim. Çok sağ olun. Bir daha. Çok sağ olun. Sonra da deyirlər ki, pul hər şeyi həll eləyir. Özünüz də gördünüz ki, bu verilişdə heç də belə deyil. Siz də gəlin, siz də görün. Növbəti ildə görüşmək ümidilə. Sağ olun, salamat qalın.